Salam, her birinizi yeni video dersimizde hoş gördük. Bugün sizinle artık çok sevdiğim bir derse, eminim ki sizin de sevdiğiniz derslerden biridir. Faiz mevzusuna giriş edirik. Faiz mevzusunu 3 əsas başlıqda toplamışam və bunların hər birini sizə gözəl şəkildə izah edəcəm. Əmin olun ki, faizə aid heç bir sualınız, heç bir başa düşməmə ehtimalınız qalmayacaq. Gəlin çox vaxt itirmədən faiz mövzunun birinci videosuna giriş edək. Faiz. Birinci gəlin baxaq görək, faiz ümumiyyətlə nə deməkdir? Yəni faizin nə olduğunu göstərmək üçün sizə bir faizlə göstərmişəm. Bir faiz, dostlar, ədədin %1 hissəsi deməkdir. Yəni nə demək istəyirəm? 100 çörək varsa, 100 çörək varsa, 100 çörək var. Bu 100 çörəyin %1-i nə qədərdir? 100 vurulsun %1. Yəni 1 ədəd. Düzdür? Bu həmin bir ədəd, həm də bu 100 çörəyin 1%-idir. Yəni bu faiz bu deməkdir. Ümumiləşdiriblər. Sadəcə hər dəfə %1 falan yazmamaq üçün, kəsirləri biraz daha gözəl şəkildə təqdim etmək üçün faiz anlayışından istifadə edirlər. 1% bərabərdir %1. Yəni ədədin %1 hissəsinə faiz deyilir, buradan gəlir. Məsələn, 200 ədəd çörək olsun. 200 ədəd çörəyin %1 hissəsi 2 ədəddir. Bu həm də o deməkdir ki, 2 ədəd çörək, 200 çörəyin 1%-idir. Aydındır, ədədin, bax, faiz budur, %1. Və bu 1%-dir. 2% olsaydı nə olacaqdı? Bəli, %2, 3%, %3, 10%, %10, 20%, %20 bu şəkildə gedəcəkdir. Hətta mən 50%-də indi onu sizə izah eləyəcəm. Amma yenə də burada da bir keçək. Məsələn, 50%-ə biz nə deyirik? Faizi hər birimiz öyrəndə 50%-i çox sevirik. Çünki bilirik ki, yarıya bölürük də. Məsələn, 200 çörəyin 50%-i yarısı müəllimə 100 dənədir. Niyə? İndi gəlin, məsələn, %1-dirsə, bu da deməli %50-dir. %50-ni ixtisar aparsaz, görəcəksiniz ki, 2də 1 qaldı. 2də 1 nə deməkdir? Bəli, yarım deməkdir. Yəni 1 bölünsün 2, 1-in yarısı. 2də 1 anlayışı yarısı anlayışına bərabərdir. Düzdür? Biz bunu sizə kəsirlər dərsində izah etmişik. Ona görə biz 50% tapanda yarıya bölürük. Qeydlərimi verdikdən sonra mövzuda yazdığım səhifələrə baxaq. Yazır. Birinci bunu öyrənirik. Ədədin faizə çevrilməsi. Deməli, ədədin faizə çevrilməsi nədir? Gəlin ya da birinci faizin ədədə çevrilməsini göstərim. Sonra ədədin faizə çevrilməsini göstərim. Məsələn, burada 5% qeyd etmişik. Əslində bunu dedim mən. Faiz dedikdə məxrəcə %1 hissədən söhbət gedir. 5-də 5%-dirsə bu %5 olacaq. 30%-dirsə bu %30 olacaq. Bunlar da ixtisar gedir, 20-də 1 qalır. Bu ixtisar gedir, 10-da 3 qalır. Yəni, bir ədədin 30%-ni tapmaq, həmin ədədin 10-da 3 hissəsini tapmağa bərabərdir. Aydındır. Məsələn, 20-nin 30%-i 20-nin 20 vurulsun 10-da 3-ə bərabərdir. 0,7%. Yenə baxın, elə belə yazım. 0,7. Yəni, nə görürsünüzsə, bu şəkildə, bax, 10-da 7 deyim bura, 1000-də 7. Aydındır. Nə görürsünüzsə, məxrəcə 100 yuxarısını gördüyünüz faizi yazın. 7%, burada faiz deyil, hə. Bu artıq ədədlərdir. Deməli, biz bunu bildik. Düzdür, faizin ədədə çevrilməsi, baxın, bu hissənin bu şəkildədir. Yəni, məxrəcə 100, yuxarıda da həmin o verilən ədəd. Ədədin faizə çevrilməsində isə bunun tərsini edirik. Yəni, 7-nin faizə çevrilməsi 7 vurulsun 100-dür. Necə faizə çevirəndə 100-ə bölürdüksə, çünki faiz %1 hissə idi. Ədədi faizə çevirəndə də 100-ə vururuq. 100%-ə vururuq. Olur 700%. 5-də 2-ni vururuq 100%-ə.
100 ilə 5 ixtisar getdi, elədi 40%. Mən desəydim 40% verilib, 40% ədədə çevirin, nə deyəcəydiniz? Deyəcəksiniz ki, müəllimə, məxrəcə 100 yazırıq, yuxarıda dediyinizi 40. Orada ixtisar getsə qalacaqdı 5-də 2. Baxın, bu həmin şeydir. Burada da 5-də 2-ni verib faizə çevirməyimizi istəyir. 0,8 vurulsun 100%. O da etdi 8%. Aydındır. Bu arada bu da elə 0,7 daha qəşəng şəkildə yazaq. Hə. Faiz. Ədədin faizə çevrilməsi və faizin ədədə çevrilməsi bu qədər. Burada yazmışam ki, 50-10 səhifə olan kitabın 8 səhifəsini oxuyub. Bu məsələlər, bax, 10 səhifəsinin olan kitabın 8 səhifəsini oxuyub. Gəlin belə bir şey deyək. 50-10-da kitabın neçə hissəsini oxumuş olur? Bizim hissə dərsimizdən olan bir sualdır. 10-da 8. Düzdür? 10-da 8 hissəsini oxumuş olur. İndi bu ədəddir, düzdür? Bizim əlimizdə olan bir ədəd oldu. 10-da 8. Bəs neçə faizini oxuyub desə necə edəcəyik? Faizə çevirəndə nə edirdik? 100%-ə vururduq. 10-da 8 vur 100%. Etdi 80%. Deməli, 50-10 səhifə olan kitabın 8%-ni oxumaqla o kitabın 80%-ni oxumuş oldu. Dostlar, baxın, bu qədər sadədir əslində faiz. Hissə ədədi tapırsınız və daha sonra onu faizə çevirirsiniz. İndi məsələlərdə daha da gözəl şəkildə izahları başa düşəcəksiniz. Mən səhifəni çevirə bilsəm. Çevirdim. Deməli, indi gəlirik. Bunu üstündə izah elədim sizə. Lap gözəl. İndi ikinci səhifədə təkmilləşdirək. X ədədinin A faizi. Məsələn, 5-in 2%-ni sadə bir şeylə başlayaq. Gözünüzə alışsın. Silə bilməyəcəm. Onda belə eləyək də. 10-un 3%. 10-un 3%. Necə tapılır? Dostlar, 10-un 3%-i biz ədəd olaraq necə yazırdıq? Faizdirsə 100-ə bölürük. Belə düşünün də, faizdirsə zaten yanında faizi var. 100%-ə vurmağa ehtiyac yoxdur. Yanına qoymağa ehtiyac yoxdur. Bölürük ona görə. Yəni 3% bizdən olmuş olur. %3 ədəd olur. Düzdür? İndi sizdən onun 3%-i soruşmuş, onun %3 hissəsini soruşmuş. Eyni şeydir. Nə edəcəydiniz? Onu vuracaqdınız. Düzdür? 10 vurulsun %3. Aydındır dostlar? O da eləyəcək 0,3. Hə. 0,3. Məncə aydındır. 5-in 2%. Baxın, 5-i vuracağıq. 2% ədəd olaraq necə? Faizi yanında var. Yanına vurmağa ehtiyac yoxdur. Bölürük. %2-yə. O da eləyəcək 20-də 2, yəni 10-da 1. Aydındır 5-in 2%-i 10-da 1 imiş. Gələk məsələlərimizin izahına. Nə deyir? 100%-in nə olduğunu tap. Bu nə deməkdir? Başqa bir üsul göstərəcəm sizə. 50 ədədinin 70%-i nə qədərdir dedikdə, biz nə etdik? 50-ni vurduq. 70% nə idi? %70. Düzdür? Yəni 35. Deməli, 50 ədədinin 70%-i 35 imiş. Yəni burada tətbiq etdiyimiz bu qayda bu hissədəndir. Yəni burada izah etdiyim hissədəndir. Bəs burada 100%-in nə olduğunu tap deyəndə nəyə nəzərdə tuturam? Bəzən uşaqlar yenə də qarışdırırlar və yaxud da tənasüblə həll etməyi daha çox sevirlər. O zaman nə edirsiniz? Həm də bunu dərk etməyiniz yaxşıdır ki, çətin tipli misallarda başa düşəsiniz. Baxın, sizdən soruşursa 42 ədədinin 30, artıq bunun üzərində izah eləmirəm də, bunu da deyirəm. 42 ədədinin 30%-i nə qədərdir? Bizdən nəyi soruşur? 30%-i. Əlimizdə nə var? 42. Əlimizdə var 42. Deməli, mənim tamım nə qədərdir? Tamım. Bəli, 42. Düzdür? 1%-də tam nədir? Bəli, 100%. Deməli, mənim bu 42-im nə imiş? Bəli, mənim 100%-im imiş. Yeri az qoymuşam, təəssüf ki, buradan yazım. 42 tənasüb dərsimizdir. Baxın bunu. Bizim 100%-imizdir. Nəyi soruşur?
30 faizi. 30 faizimiz faizin altında x. Baxın dostlar, bu hissə tənasüb dərsidir. X bərabərdir 42 vurulsun 30. Bax, 42 vurulsun 10'da 3 aldınız. Düzdür. Baxın dostlar, bu düstur buradan gəlir. İspat olaraq belə verə bilirik. Baxın, mən bu üsulla geçsəydim, 42 ədədinin 30 faizi nə deyəcəkdim? 42 vurulsun 30'u faizi çevirəcəkdim əldə, eləyəcəkdi %30, ixtisar 10'da 3, 42'ni vuracaqdım 10'da 3'ə. Aydındır bunun hardan gəldiyi? Məncə aydındır. Bu da eləyir 42'ni 10'da 3'ə vuranda 2 3'ün 6, 126 bölü 12,6. Deməli, 42 ədədinin 30 faizi 12,6 imiş. Buradan birini də sizə hesablayın. Digərlərini siz özünüz hesablayın. 120 ədədinin 25 faizi nə qədərdir? 120 bizim 120'nin əgər 25 faizini soruşursa, 120 bizim 100 faizimizdir. Və biz 25 faizi axtarırıq. Bu x-dir. X bərabərdir 100'də 120 vur 25. 25 ilə 100 getdi 4, o da elədi 30. 30. Deməli, 120 ədədinin 25 faizi 30 imiş. Amma yenə də deyirəm, bu qədər uzun yazmağa ehtiyac yoxdur. Nə edirik? Deyirik ki, 120 vurulsun. 25 faiz ədəd olaraq nədir? Faizi ədədə çevirəndə 100'ə bölürük. Düzdür? %25. Aydındır? Yəni, baxın, bunun isbatı budur. Bu yazılış buradakı bu tənasübdən gəlir. Keçək növbəti səhifəyə. İndi A faizi K olan ədədi deyir. Tamam. A faizi K olan ədəd bu düsturla deyir tapılır. Amma biz düstur əzbərləmirik burada. Məsələn, misal yazaq. 20 faizi 5 olan ədəd. Düstura görə 20 faiz burada A'dır. A 20'dir. K'mız 5'dir. Düzdür. Yəni biz 5'i K vururuq 100 bölünsün 20'ye. Düstura görə budur. Bu da getdi, qaldı 25. Deməli, 20 faizlə 5 olan ədəd 25'dir. Biz nə edirik? Əslində bu nə deməkdir? Yenə də bayaqki kimi götürsək, biz əslində ədədi faizə çevirmişik. Baxın, K-nı 100%-ə vurmuşuq. Ədədi faizə çevirəndə nə edirdik? Ədədi faizə çevirəndə 100%-ə vururduq. Baxın, burada da ədədi K-nı 100%-ə çevirmişik. Sonra da faizi bu verilən faizə bölüb tapmışıq əslində. Yəni məntiq budur. İndi baxın, birini də yazın bura. 30 faizi 3 olan ədəd. Nə ediblər dostlar? Ədədi faizə çeviriblər. 300% bölüblər 30%. O da eləyib nə? 10. Aydındır. İndi gəlin 100%-i nə olduğunu tap üsulu ilə gedək. Yəni tənasüblə gedək. Hansı tam ədədin 20%-i 72-dir? Biz bayaq 100%-i nə olduğunu tapırdıq bu misalda. 50 ədədin 70% nə qədərdir? 50'nin özü 100% idi. Bəs amma bizdə buradan sual verir. Hansı tam ədədin 20%-i 72-dir? Nə oxuyuruq biz? 20%-i 72. Yəni bizə 20%-in 72 olduğunu deyir. 20% 72'dir. Bəs 100% hardadır? Baxın deyir, hansı tam ədədin? Hansı ədədin 20%-i? Hansı o əlimizdə olan 100% olan o ədəd hansıdır ki, onun 20%-i 72'dir? Aydındır, 100%-imiz x-dir. X bərabərdir 20 aşağıda 72 vurulsun 100. Bu da elədi 5. 2 5'in 11 yadda 36. Deməli 360'ın 20%-i 72 imiş. Aydındır. Baxın, məsələn, ikinci məsələ 45%-i 19 olan.
Deyir də yazıq özü. 45% deyir ki 19 olandır. 45% 19'dur deyir. Ədədi tapın. Mən o həmin ədəd nədir mənim? Tamımdır da 100% axtarıram. Və salam. X 45 burada. 100 vurulsun. 19. 5'e ixtisar getdi. 9. 20. Yaxşı ədədlər qoymamışam. Ona görə elə hesablama vaxtı almıram. Bu şəkildə tapdım. Bu ədəddir. İndi 3-cü suala baxaq. Nə yazır? 80'in 15%, 15%. 80'in 15%. Hansı ədədin deyir 10%'dir? Maraqlı sualdır, hə? Gəlin birinci nətə bax. 80'in 15%'ni tapaq. Çünki deyir 80'in 15%. Bir hansı ədəddir? Deyir hansı ədədin 10%'dir. Demir, 80'in 15% 10%. Zaten elə bir şey deyə bilməz. Deyir 80'in 15%. Mən bilmirəm 80'in 15%'dədir. 80'in 15%'ni necə tapırdım? 80'i vururdum %15'e. Düzdür. Buradan getdi. Qaldı. 10'la 15 5'e getsə 2, 3, 24, 2, 12. Deməli, 80'in 15% neymiş? 12. İndi deyir, hansı ədədin 10%'dir? Bu 12 deyir, hansı ədədin 10%'dir? Yəni 12 hansı faizdir? Bəli, 12 10%'dir. Baxın, bir də oxuyuram. 80'in 15%, yəni 12 hansı ədədin 10%'dir? 12'nin 10% olduğunu deyir. Hansı ədədin o ədədi axtarırıq? 100%. Həmin ədədi tapmaq üçün 100%'dən istifadə edirik. 10, 100 vurulsun, 12. Getdi 10 burada, qaldı 120. Deməli, 80'in 15%, 120 ədədinin 10%'ymiş. Birinci məsələyə baxaq və oxuyaq, görək bizdən nə istəyir. 410 ədədinin 30% əksiyi nə qədərdir? İndi gəlin iki yolla sizə bunu izahını gedək. 410 ədədinin 30%-i nə qədərdir? Yəni 410'un 30%'ini soruşur. Düzdür. Deməli 410 özü tam bir ədəddir. Yəni 100%'dir. Bunun 30%'ini tapaq. Sıfırlar getdi, qaldı 123. Deməli 410'un 30% əksiyi, yəni 123, bunun əksiyi nə qədərdir? 410 çıx 123 bərabərdir. 410'dan da biz 123'ü çıxanda cavab alacağıq 287. Deməli, 410'un 30% əksiyi 287'ymiş. Biz nə etdik? 410'un 30%'ini tapdıq, %30. Onu da çıxdıq və dedik ki, 410'un 30%-i 287'dir. Və yaxud da nə edə bilərik? 410'un 30% əksiyi 410'un 100%'dir. 100%'in 30% əksiyi nə qədərdir? 70%. Yəni 410'dan 30% əksikdirsə, yerdə qalan deməli 70%'dir. Gəlin biz bu səfər 410'un 70%'ini tapaq. %70. Bunlar getdi. Yerdə qalır 41 vurulsun 7. O da idi 287. Aydın oldu. Əlbəttə ki, tərcih edilən ikincisi oldu. 410'un 30% əksiyi deyirsə, deməli 70%'ini soruşur. Aydındırmı? İkinci sualda mağazadakı 32 manata olan köynək 15% endirimdədir. Bu zaman köynək neçə olur? Deməli, yenə 32 manat olan köynək 15% endirimdədir. Köynəyin öz qiyməti, yəni 100%-i 32 manatdır. Bu 15% endirimdədir. X bərabərdir. 32 vurulsun 32 vurulsun %15. Düzdür. Biz burada 4'e bölsək 25, 8, 25'den 15 5'e geçse 5, 3, 3, 8'in 24 bölünsün 5. 24 bölünsün 5'də, yəni 4 manat 4,8. Pulla deyəndə 4 manat 80 qəpik deyə bilərik. Düzdür? Əziz.
Deməli, 15% endirimdədir. 15%. Biz də nə tapdıq? 15%. Deməli, 15% 4 manat 80 qəpikdir. Yəni, 32 manatdan 4 manat 80 qəpiyə çıxsaq biz, yerdə qalır 27 manat 20 qəpik. Yəni, 32 manat köynək idi, 4 manat 80 qəpik endirim olundu və hal-hazırda köynək 27 manat 20 qəpiyə satılır. Bu bir. Və yaxud da yenə bayaqki kimi 32 manata 15% endirim edildikdə yerdə neçə faizi qalır? Baxın, ikinci yol deyirəm. Yəni 100%-dən biz 15%-in çıxsaq, yerdə qalır 85%. Deməli 32 manatın biz %85-in tapsaydıq əgər, alacaqdıq ki 27 manat 20 qəpik. Aydındır? 27 manat 20 qəpik. Yəni 15% endirimdədir axı. 15%-in çıxanda orada 85%-ə satılır deməli bu. 85% 32-nin 85%-i qədər hal-hazırda qiymət satılır. Bu şəkildə yazacağıq. İki yolda məncə başa düşərik. Keçək üçüncü məsələyə. Mahir kitabın 15 səhifəsini oxuyub. Kitabda 45 səhifə olarsa, bu zaman Mahir kitabın neçə faizini oxumuş olur? Deməli, kitabımız ümumi 45 səhifədir. Bizim 100%-imiz 45 səhifədir. 45 səhifə 100%-imizdir. 15 səhifəsini oxuyub. Bizdən nə soruşur? Mahir kitabın neçə faizini oxumuş olur? Elə oxuduğunu soruşur. Oxumuş olduğunun faizini soruşur. Baxın, oxumadığının faizini soruşsaydı nə edəcəkdik? Bəli, 30 səhifəni tapacaqdıq. Amma oxuduğunu soruşduğu üçün 15 səhifəni tapırıq. 15 səhifə x. X də bərabərdir. 45 aşağıda 15 vur 100. 5-ə getdikdə burada bu 300 böl 9 alırıq. 300 böl 9 yaxşı ədəd yenə qoymamışam mən. Həmişə çalışıram yuvarlaqlaşdırılmış ədədlər qoyum. Amma nəsə alınmadı da. 30.də təqribi yazıram 4. Bura təqribi işarə qeyd edeyim. Daha doğrusu 3. 33.3. Deməli, bu qədər faizi kitab oxumuş olur. Oxumadığı hissə də 100%-dən bunu çıxanda qalan hissədir. İndi dördüncü məsələ. Satıcı satdığı şalvardan 20% gəlir əldə edir. Deməli, bizdə plus 20% gəlirimizdir. Şalvarın maya qiyməti 70 manat olarsa, satıcı şalvarı neçəyə satmış olur? Baxın dostlar, maya qiymətimiz 70 manatdır. Baxın, mayası bunu 70 manatdır. 20% gəlir əldə edirsə, deməli bu 70 manata 20% bahasına satıb da, bunun 20% gəliri olub. 70-in də 20%-i nə qədərdir? 70 vurulsun %20. Nə qədərdir? 14 manat. Deməli, satıcı nə edib? 70 manatın mayasını alıb, üstünə 20% gəlir qazanmaq üçün 14 manat qoyub və 84 manata şalvarı sizə satıb. Aydındır? Məncə aydındır. Baxın, ziyana satmış olsaydı, həmin onun çıxacaqdınız. Məsələn, 20% ziyanı çıxacaqdınız. Görək bu nə qədər satıb. Görəcəksiniz ki, 20%-i 14 eləyir elə. 70-dən də çıxanda 14 qalacaqdı 56. Deməli, 56 manata satıb 20% ziyan eləyib. İndi, keçək növbəti səhifəyə. Deməli, ədədin 50% ilə 22%-nin cəmi 1200 olarsa, həmin ədədin 40%-ni tapın. Dostlar, burada 1200 yaxşı olmayacaq, uzun olacaq, hesablanma kəsirlər girəcək. Gəlin bunu dəyişim mən. Edək, belə edim. 2160 eləyək. 2160. İndi rahat bölünsün, tam ədəd alınsın deyə belə elədim. Deməli, ədədin 50%. Mən sizdən onun 50%-ni soruşsaydım, onun 50%. Necə yazacaqdınız? Yazacaqdınız ki, 10 vurulsun %50. Düzdür? Ötən səhifələrdə izah etdim. Burada da ədədim mən bilinmir nədir. Ədədimi bilənə A deyirəm. A-nın 50%. A vurulsun %50. Üstə gəl. A-nın 22%.
A vurulsun %22 bərabər 2160. Deməli, ədədin 50% ilə həmin ədədin 22%-nin cəmi 2160-dır deyir. Buradan alıram %72A bərabərdir 2160. 72A bərabərdir 2160. Bunun da yanına belə 216.000 və 216.000-i də mən böləndə 72-yə alacağım 3000. Baxın, buna görə deyirdim. Gördünüz, tam bir ədəd aldım. Ona görə ədəd dəyişdim. A bərabər 3000. Deməli, ədədim hansıymış? Ədədim 3000. Ədədim buymuş. Məndən nə soruşur? Həmin ədədin 40%-ni tapır. 3000 vurulsun %40. Sıfırlar getdi. Qaldı 3, 4, 12, 1200. Həmin ədədin 40%-i nə qədər imiş? 1200. Vəssalam. Aydındır. İkinci sual buradakı. 14 ədədi 72 ədədinin neçə faizidir? Dostlar, faizi qoyuram kənara. 14 ədədi 72 ədədinin neçə hissəsidir desəz nə edərsiniz? Bəli, 14 bölünsün 72. Ədədi faizi necə çeviririk? Bəli, vururuq 100 faizə. Bitdi. 14 ədədi 72 ədədinin bu qədər faizidir. 14 bölünsün 72 vurulsun 100%. Aydındır. Keçək növbəti suala. Baxaq. Bu da maraqlı sualdır və kifayət qədər yenə deyirəm, bu suallar artıq buraxılış, imtahan səviyyəli suallardır. A ədədinin 30% çoxu B ədədinin 40% əksiyinə bərabər olarsa. Bax, faiz məsələlərində həmişə oxuduğumuzu başa düşməliyik. A ədədinin 30% çoxu. Yəni, A ədədi budur. A ədədinin 30% çoxu. Yəni, onun bir də 30% var. Həmin ədədin çoxudur. Başa düşdünüz? Baxın, A üstə gəlirsin. 0,3A, o da eləyir 1,3A. Yəni, A ədədinin 30% çoxu 1,3A-dır. Və yaxud da belə izah edeyim. A ədədinin 30% çoxu. A ədədimiz 100%-dirsə, 30% çoxu da 100 plus 30 edir 130%. Düzdür? A ədədinin %130%-ni soruşur. Bildiniz necə? Bu da edir 1,3A. Məncə başa düşdünüz ikinci yolla. 1,3A. İndi B ədədinin 40% əksiyi. Yəni B ədədinin neçə faizi? 40% əksiyi. Bəli, 60%. Hər zaman 100%-lə götürürsünüz. Yaxşı bu. Çünki tam olan 100%-dir. B ədədinin 40% əksiyi onun 60% deməkdir. Yəni 0,6 B. B vurulsun %60 yazanda 0,6 B elədir. İndi deyir ki, bərabər olarsa, yəni 1,3 A ilə 0,6 B bərabər olarsa, A ədədi B ədədinin neçə faizidir? Dostlar, gəlin bunun hər ikisini 10-a vuraq. Qoy qəşəng görülsün 6B. Buradan mən görürəm ki, B-yə mən, baxın, nisbət dərsidir. Buradan sonrası nisbət dərsidir, dostlar. B-yə B bərabərdir 13, A da bərabərdir 6 deyə bilirik. Düzdür? Bərabərlik olması üçün. Nə deyir? A ədədi B ədədindən neçə faizidir? Bax, bu sualda dediyi həmin qaydadır. A ədədi B ədədindən neçə hissəsidir? A ədədi B ədədinin 13,6 hissəsidir. Neçə faiz soruşduğu üçün onu faizə çeviririk. Aydındır? Keçək. Sonuncu səhifəmiz olmalıdır bu. Bəli, sonuncu səhifəmizə. Gələk bu suala. Sevinç qələmlərinin 20%-ni Zəhraya verdikdə, Zəhranın qələmlərinin sayı 15% artır. 15%-nə götürsək, yenə biz natamam ədədləri alacağıq. Gəlin bunu 25% edeyim. Sevinç qələmlərinin 20%-ni Zəhraya verdikdə, Zəhranın qələmlərinin sayı 25% artdı. Deməli, Zəhranın qələmləri neçə faiz oldu? 25% artıbsa. Bəli, 125%. Düzdür? Sevincdə də 80% qələm. Zəhranın qələm sayı 50 ədəd olarsa, deməli, bu 50 ədəd Zəhranın qələm sayı, demişdik, neçə faiz olub artımdan sonra? 125%. Deməli, bu 50 qələm 125%-dir.
Əvvəlki qələmdə artımdan əvvəlki 100%imiz də x-dir. X bərabərdir 100, bu da edir 40. Aha, 40. Deməli, Zəhranın Sevinc ona qələm verməmişdən qabaq 40 dənə qələmi var imiş. Belə çıxır ki, Sevinc ona neçə dənə qələm verib? 10 dənə. Düzdür? Sevinc 10 qələm verib Zəhraya. Dostlar, bəs bu 10 qələm Sevincin qələmlərinin 20%. Baxın, 20%-ni verib baxın. 10 qələm verib, yəni 20%-ni verib. Deməli, 10 neçə faizdir? 20%. Sevincin neçə qələmi var? Ümumilikdə 100%-ni tapaq. X bərabərdir 20, 10 vur 100, 50. Deməli, Sevincin 50 qələmi var imiş. 10, 20%-in, yəni onun 40 qələmi olan Zəhraya bağışlayıb. Zəhranın qələmləri 25% artıb, Sevincin qələmləri də əvvəlki say deməli 50 qələmi var imiş. Aydındırsa, deyəsən axırıncı cümlələri biraz qarışıq qurdum, amma mövzunun izahında sizə verdim onsuz misalın izahında. İndi baxaq sonuncu suala. Görək bizə nə deyir? Hovuzun 60%-i su ilə doludur deyir. Yəni bizim bir dənə hovuzumuz var. Bunun neçə litr tutduğunu mən bilmirəm. Olsun A litr. Düzdür? Bilmirəm ki. Bilmirəm. Bilmədiyim üçün bir dəyişəndən yazdım. Mən A dedim. Siz X deyin, biri Y desin. Fərq etmir. 60% su ilə doludur. Yəni bu A litr qabın %60-ı A'sı doludur. Düzdür? Daha sonra boş hissənin 10% qədər doldurulur. Dostlar, bunun 60%-i hətta biraz qəşəng çəkim qoy şəkli. Yenə məndə digər qələm açılır. 60% var. Bu hissə doludur. %60. Bu yerdə qalan da bizim neçə faizimiz olmuş olur? Bəli, 40%imiz. Yəni A litrinin 40%-i boş qalır. Boş. İndi bizə nə deyir? Deyir daha sonra boş hissənin 10%-i qədər doldurulur. Baxın, buranın ümuminin 10%-i yox ha, A'nın 10%-i yox. Boş hissənin 10%-i. Boş hissə nə qədər idi? %40-a. Düzdür? Daha qəşəng yazsaq 0,4A. Bu 0,4A'nın 10%-i. Yəni bu vurulsun %10. Aydındır. B'nin 10% desə B vurulsan %10 olacaqdır. Boş hissənin, boş hissə də onda 4A olduğu üçün onun 100 vurulsun o. 10 yazırıq, 10%. Və ən sonda isə 24 litr su doldurularsa hovuz tam dolar. Deməli, %60 A'sı doludur. Yəni 0,6 A'sı. Sonra bunu buna vuranda 0,4 A'dır. Sonra 0,4 A doldurulur. Sonra bir də 24 litr doldurulur. Və deyilir ki, hovuz tam dolar. Biz də tam dolara neçə litr demişdik hovuz üçün? A litr. Yəni bizim tamımız A litrdir. Bu 20 L'ni silin bunun yanından çaşar silə bilərsiniz şeydir. Dəyişəndir. 24 litr bərabərdir A. Bunu yoxlayaq 0,164 A və üstə gəlinsin 24 bərabərdir A. Sonra 24 bərabərdir A'dan 0,164 A'nı çıxanda eləyir 0,36 A. Düzdür? Düzdür. Buradan da A'nı tapsaq nə tapmış olacaq? 24 bölünsün 0,36. Yəni 2400 böl 36. 6'ya bölsək 6, 6'ya bölsək 40. Düzdür? Ya 400? 400. 400.
400 bölünsün 6. Bu da eləyir 400-ü də 6-ya böləndə 6 dəfə 36, 40, o da eləyir 6. 66 tam 6-da bir dəqiqə. Mən burada 40-da hesablayım. 66 bu 6. 66 tam 6-da 4. Deməli bizim ümumi neçə litr imiş? Hovuzumuz neçə litr su tutturmuş? A bizim ümumimiz idi. Biz də A-nı tapdıq. 66 tam 6-da 4 litr su tuturmuş. Bu dərs bitdi. Yenə gələn dərs 2 dənə faiz mövzusu işləyəcəyik. Oradakı sualların sayı azdır. Burada detaylı izah elədim. Bu video dərsi çox gözəl izahla başa düşsəniz, digər ikisi sizin üçün su içim kimi bir şey olacaq. Sağ olun, gələn dərsdə görüşənə qədər.